Herkese salam. Bugün DİM 2025 test toplusunda alkanlar, sikloparafinlər bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxacaq. İlk sualda. Bizə deyir alkan molekulunda sigma rabitələrin sayı. Amma sp3s olan sigma rabitələrdir ki, onların sayı 10-a bərabərdir. Alkan molekulunda hibrid orbitalların sayını və rabitə əmələ gətirən bütün orbitalların sayını yazın. Alkanların ümumi formulu bilirik ki, CnH2 plus 2-dir. Və sp3s sigma rabitələrinin sayı hidrogen atomlarının sayına bərabərdir, yəni 10-a. Buradan da n bərabər olur 4-ə. Yəni alkanımızın formulu C4H10 olur. İndi bizdə nə istəyir? Alkanda hibrid orbitalların sayı. Bilirik ki, alkanlarda bütün karbon atomları sp3 hibridləşmə vəziyyətindədir. 4 karbon atom varsa 4'ü də sp3'dür və neçə orbital var, hibrid orbital var desə, buradan 4 dənə 4'ü vururuq 4'ə. Edir 16 hibrid orbitalı, bu birincinin cavabı və rabitə əmələ gətirən bütün orbitalların sayını yazın. Rabitə əmələ gətirən dedikdə biz tərkibində tək elektronu olan orbitallara baxacaq. 4 dənə karbonumuz var. Bir karbon üçün, yəni karbon sıra nömrəsi 6-dır. 1s2, 2s2, yəni burada hibridləşmə olur, bu olur 2s1, 2p3. Çəksək, burada görürük ki, cüt orbital var. Hansının içərisindəki elektronlar tək-tək yerləşib, həmin orbitallar rabitə yaradır. Bütün birləşmələr üçün keçərlidir. İndi tək elektron var. 1, 2, 3, 4 dənə orbitalımızda. Bir karbon üçün 4 orbital rabitə yaradırsa, bizim 4 karbonumuz var. 4 üçün 16 dənə olacaq. İndi hidrogen üçün 10 dənə hidrogenimiz var. Hidrogendə sıra nömrəsi 1-dir. 1s1 yazırıq elə. Bir dənə elektronu var və bu elektron olduğu orbitalda rabitə yaradır. Birinin bir dənəsi rabitə yaradırsa 10 dənəsində 10 dənə olacaq. 16'nın da üzərinə 10 gələndə edir 26. Bu da olur ikincinin cavabı. Daha sonra ikinci sual. Alkanın 4,4 qramının tam yanmasından bu qədər karbon qazı alınıb. Alkan yanan zaman CnH2 plus 2. N karbon qazı alınır. 4,4 qramından 6,72 litrdirsə, MR 14N plus 2'dir. Bu zamanda 22,4'ü vururuq əmsalına, yəni N. Hesablasaq buradan N bərabər olur 3'ə. İndi bizdə nə istəyir? Alkan molekulunda rabitə əmələ gətirən qeyri-hibrid orbitalların sayı. Formulumuz olur C3H8. Rabitə əmələ gətirən qeyri-hibrid orbitalları hidrogen atomların sayına bərabərdir, yəni 8'ə. Və onun aqreqat halını yazın. Biz bilirik ki, alkanlarda 1-dən 4'də daxil olmaqla qaz halında olur. Onda 3 karbonu olan alkan, yəni propanda qaz halında olacaq. Daha sonra üçüncü sual. Demək, üçüncü sualda 8,8 qram propanın yanmasına sərf olunan oksigenin mol miqdarı. Propanı yandıraq, CH8-dir propan. Üzərinə oksigen gəlir, alınır karbon qazı və su. Əmsallaşdırsaq, bura 3, bura 4, burada 5. 8,8 qramın yanmasına sərf olunan oksigenin mol miqdarı X. Bunun da MR olacaq 44, buna isə 5 mol. 5'i də burada biz 0,2'ye vursaq, edəcək 1. Bu olur birincinin cavabı. Bu zaman neçə qram karbon qazı əmələ gəlir? 44 qramından 3 vur 44 isə 8,8-nə də X-dir. Yəni 44'ü vursaq 3'ə, onu da 0,2'ye. Bu da edəcək 26,4. Bu da ikincinin cavabı. Dördüncü sualda birli karbon atomlarının sayı maksimum olan dekanın izomerinin molekulunda metil qruplarının sayını və dörtlü karbon atomlarının sayını yazın. Dekan dedikdə 10 karbonlu, yəni C10, H22. Birli nə deyir? Birli karbon atomlarının sayı maksimum olsun. Bu formada yazsaq, birlilərimiz daha çox olur. Birli nədir? Yəni bir karbondan bir dənə xətt çıxırsa, bu birlidir. 2 xətt çıxsa ikili, 3 xətt çıxsa üçlüdür. 4, 7, 10 dənə belə düzəlir. 6, 10 dənə bəli karbon olur. Bizdə nə istəyir? Metil qruplarının sayı, hidrogenlərin sayını düzəltsək, bura 3, bura 3, bura 3, 3, 3, burada da 3, burada 1, burada ehtiyac yoxdur, burada da 3. Metillər CH3'lərdir, onlar da 1, 2, 3, 4, 5, 6, 7 dənə olur.
Demək, bu olur birinci sualımızın cavabı. Və dörtlü karbon atomları sayı. Əgər hansı karbondan 4 xətt çıxırsa, o karbon dörtlüdür. Bu karbonumuzdan 1, 2, 3, 4 dənə çıxıb. Bundan da 1, 2, 3, 4 dənə çıxıb. Yəni 2 dənə karbonumuz. Amma məsələn buna baxın. 1, 2, 3 xətt çıxıbsa bu artıq 3 olur. Yəni dörtlü karbonumuz 2 dənə olacaq. Bu da olur ikincinin cavabı. Sonra 5-ci sual. Alkil bromidin 23 qramı natriumla qarşılıqlı təsiri. Alkil bromid dedikdə alkanla bir hidrogen çıxıb, onun yerinə halogen yazırıq. Bromid deyirsə brom yazırıq. Natriumdan qarşılıqlı təsirdə olan da burada natrium bromla reaksiyaya daxil olur və bu radikalı, alkil radikalını 2 dəfə bir-birinə birləşdiririk bir növ. Əmsallaşdırsaq bura 2, bura 2, bura 2. İndi 23 qramının natriumla qarşılıqlı təsirindən 29 qram alkan alınıbdır. Bunun emerini hesablasaq 28-in plus 2 burada eləyir. Bunun emerini hesablayaq. 28-in plus amma burada 23 qram natrium deyir. Burada diqqətsiz tutmuşam. 23 qram natriumun kütləsidir. 23 qramından 29 alınıb. Natriumun da A yeri 23'dür. Onda bura məmsa alınıb. Buradan hesablasaq N bərabər olur 2. Alkil bromid molekulunda atomların sayı. Yerinə yazırıq bu formulda olur C2H5 brom. Atomların ümumi sayı atom dedik. İndeksləri hesablayırıq. 2, 5, birdən də burada edəcək 8 dənə. Bu birincinin cavabı olur. İndi həmin alkanı səmərəli üsulla adlandıraq. Biz N'in qiymətini 2 aldıq. Görək burada hansı alkan alındı. Yerinə yazırıq. Görürsünüz, burada radikal 2 dənə radikal bir-birinə birləşdirilib. Yəni N'in qiymətini qoysaq 2 bura qoyuruq, 2 bura qoyuruq. Cəmi eləyir 4. Yəni butandır. Hidrogenlərini də düzəltsək H2, H2, H3. İndi biz bunu səmərəli oxusaq, alkanın törəməsi kimi baxırıq, metan törəməsi kimi baxırıq. Bu olur metil, etil, sonda da metan sözünü deyirik. Və yaxud da ki, əksinə. Buradakı, yəni biz elə karbon seçməliyik ki, ən çox sayda karbon hansından çıxırsa onu götürməliyik. Daha çox şaxə hansından çıxırsa. Bundan da 2 şaxə çıxıb, bundan da 2 şaxə çıxıb. Yəni fərqi yoxdur. İstəsəniz bunu da götürsək. Oxuyanda metil, etil, sonda da metan olur. Yəni hər türlü eyni ad alınır. Metil, etil, metan. Daha sonra 6-cı sual. Sikloalkan yanmasından alınan suyun kütləsi. Sikloalkanların ümumi formulu CnH2-dir. Bunlar yanan zaman N mol su alınır. 0,5 molundan 45 qram su alınıb. 1 molundan isə 18 N. Buradan da N bərabər olur 5-ə. Sikloalkan molekulunda rabitənin yaranmasına iştirak edən S orbitalları dedikdə hidrogenlərin sayı nəzərdə tutulur. Yəni 10 dənə olacaq. Bu olur birincinin cavabı. Və molekulda qeyri-polyar kovalent rabitələrin sayı. Sikloalkanlarda elə karbonun sayı qədər də qeyri-polyar kovalent rabitə olur. Bunu quruluşu çəkərək özümüzdə görə bilərik ki, 5 karbon nə deməkdir? Yəni 5 bucaqlıdır. Karbonların sayı. Qeyri-polyar dedikdə karbonlar arasında baxırıq. 1, 2, 3, 4, 5 dənə olacaq. Bu da olur ikincinin cavabı. Sonra 7-ci sual. Metanın tam xlorlaşmasından alınan tetraxlor metandan yanğın söndürülməsində istifadə olunur. Reaksiyan tənliyini yazın. Metanın tam xlorlaşması deyil. Üzərinə xlor gəldi. Tetraxlor metan alındı. Demək, bir də H xlor ayrılır. Bura atırıq 4, burada atırıq 4, düzəlir. Bu olur birincinin cavabı. Demək, sahəsi 100 kvadrat metr olan ərazidəki yanğını söndürmək üçün lazım olan tetraxlor metan almaq üçün nə qədər xlor qazı lazımdır? Görürsünüz ki, burada bunun sıxlığını verib. Tetraxlor metan. Rho 1,54'dür. Sıxlığı ise verib 1 litr.
O zaman kütle bərabərdir rho V'dən 1,54 qram bölünsün. İlk olarak daha doğrusu burada gram bölü mililitrdir. Bunu litre çevirmək üçün 1000'e vururuq. 1540. Buna 1540'ı da 1'e vuranda eləyir 1540 qram. 2 kvadrat metri ərazinin yağını söndürmək üçün 1540 qram C-xlor 4 lazımdırsa 100 kvadrat metrə nə qədər lazımdır? X. Buradan X bərabər olur 77.000 qram. Daha sonra bizə nə istəyir? Amma bizə deyir nə qədər xlor qazı alınır. 77.000 qram C-xlor 4 olduqda nə qədər xlor qazı lazımdır bilmirik. X. Və kub metrləndir, yəni həcmdən gedirik. Baxırıq. C-xlor 4'ün emeri 154 qramdır. Bu zaman neçə litr xlor sərf olunub? 4 mol, yəni 89,6 litr. Buradan X bərabər olur 44.800'ə. Amma indi bizdən bu litrlə aldı. Kub metr dediyi üçün 1000'ə də bölürük. Edir 44,8 kub metr. Bu da ikincinin cavabı. Sonra 8-ci sual. Demək, alüminium karbid, indi burada tam düşməsə də, alüminium karbid reaksiyaya daxil olur su ilə. Buradan alınır alüminium hidroksid və metan. Sonra biz bunu əmsallaşdırırıq. Bura 4 atarıq, bura 3, burada 12 düzəlir. İndi M qram alüminium karbid reaksiyaya daxil olub. M-24 qram Y görürsüz çıxıbdır. Bu Y demək ki qazdır, o da CH4'ün kütləsidir. Alüminium 4C3'ün kütləsi olacaq. Bu edir 144. CH4'ün də kütləsi 16'dır, 3'ə vuranda 48. Hesablasaq buradan M bərabər olur 36'ya. Bizdən M'in qiymətini istəyir. Birincinin cavabı budur. İndi X'i tapaq. X də nədir? Bizdə burada suyun kütləsi, ayrılan suyun kütləsi. M 36 tapdıq. Bu zaman neçə qram? Daha doğrusu da reaksiyaya daxil olan suyun kütləsi. Bilmirik nə qədərdir. Bizdən onu istəyir. 144 alüminium karbidə 12 vur 18 qram su. Buradan da X bərabər olur 54. Bu da ikincinin cavabı. Daha sonra 9-cu sual. Propil xlorid və natrium arasında baş verən reaksiya tənliyini yazın. Propil xlorid dedikdə CH2 xlor nəzərdə tutulur. İndi biz bunun üzərinə natrium gəlirik. Natrium gələndə natrium xlorla reaksiyaya daxil olur. Xlorun çıxdığı yerdən elə bir güzgüdə əksi baş verir. Baxın, olduğu kimi yazırıq. Xlorun çıxdığı yeri yenidən bu radikalı birləşdirilir. Yəni güzgüdə əksi baş verir. CH2, CH3. Reaksiya tənliyini yazın və əmsallaşdırın deyir. İndi əmsallaşdırsaq bura 2, bura 2, burada 2 olur. Bu olur birincisi. Və alınan maddə molekulunda metilen qruplarının sayı. Metilen deyəndə CH2'lər nəzərdə tutulur. Onların da sayı 1, 2, 3, 4 dənə olacaq. Bu da ikincinin cavabı. Sonra 10-cu sual. Demək, burada reaksiya tənliyini tamamlasaq. Reaksiya necə gedir? Gəlir buradan. Görürsünüz, natrium 2 CO3 çıxıb. Natrium 2 dənə CO3 çıxdı. Yerdə nə qaldı? Birləşdiririk. CH3, CH3, CH3. Buradakı qalan CH2 gəlir. Buradakı H-la CH3 əmələ gətirir. Deyir, X maddəsinin beynəlxalq adını. Beynəlxalq ad nömrələnmədir. Oxuyuruq. 2,2 dimetil propan. Bu olur bunun beynəlxalq adı. Səmərəli oxusaq, ən çox radikal çıxan karbonu seçirik. Bundan görürsünüz ki, 4 dənə şaxə çıxıbdır. Radikalların adını sonunda metan sözü deyirik. Ancaq metil radikaldır. Ondan neçə dənədir? 4 dənədir. Ona görə tetrametil. Sonda da metan olacaq. Bu da səmərəli adı. Daha sonra 11-ci sual. Alkanda 5 dənə birli, bir dənə ikili, bir dənə üçlü, bir dənə də dörtlü karbon var. Demək, 5 dənə birli, 1, 2, 3 bunlardan da bir dənə. Yəni cəmi burada 8 dənə karbonumuz var.
Onda formulu olur C8H18. Emeri hesablayaq. 8 vur 12 üstə gəl 18 vur 1. Edəcək 8 vur 12 plus 18. Yəni 114 edir emeri. Bu ikinci. Birincidə isə bizə karbon atomlarının oksidaşma dərəcələri cəmi deyir. Karbon atomlarının oksidaşma dərəcəsi cəmi dedikdə hidrogenlərin sayı qədər olur karbon atomlarının oksidaşma dərəcələri cəmi, yəni 18. Daha sonra 12-ci sual. 1,4 dixlor butana sinkdən təsir etdikdə maddələrdən biri tam sərf olunur, neçə litr sikloalkan alındığını və neçə qram maddənin artıq qaldığını hesablayır. Demək, 1,4 dixlor butan. Hidrogenlərdə tamamlasaq H2, H2. Bunun üzərinə sink gələndə buradan halogenlər 1-ci, 4-cü karbon atomundadır. Yəni 4 bucaqlı quruluş əmələ gələcək. Bir də sink xlor alınır. Yəni burada heç bir əmsallaşma ehtiyac yoxdur. İndi hər iki maddənin kütləsini veribdir. 12,7 budur. 13 qram da bunu verib. İndi bunlardan görək. Deyir, biri tam sərf olunur. Görək, hansı artıq qalır? Bunun emeri 65 olur. Əslində belə baxanda da artıq görünür ki, bunun da emerini onsuz bizə verib 127. Yəni baxanda da görünür ki, bunun kütləsi daha böyükdür. 12,7-ni 127-yə böləndə edir 0,1. 13-ü də 65-ə böləndə edir 0,2. Hansı daha çox? Görürsünüz, 0,1 budur, 0,2 budur. Hansı daha böyükdürsə, o artıq qalacaq. Yəni 0,2 0,1-dən böyükdür. Demək, sink artıq qalacaq. Sink artıq qalır. Onda biz hesablamalarımızı 1,4 dixlor butana əsasən aparıq görək. Neçə qram sikloalkan qalıb, neçə qram hansı maddədən artıq qalıb onu tapırıq. İlk olaraq görək, sink nə qədər sərf olunub? 12,7-sinə x, 127-sinə 65. X bərabər olur 6,5. 6,5 qram sink sərf olub. Onda 13 çıx 6,5. Yəni 6,5 qramı da artıq qalıb. Bu ikincinin cavabıdır. İndi eyni qayda üzrə gedək, baxaq görək neçə litr sikloalkan alınıbdır. 12,7-sinə x litr, 127-sinə də 1 mol, yəni 22,4 litr. Buradan da x bərabərdir. 2,24 litr olacaq. Daha sonra 13-cü sual. Reaksiya daxil olan maddələr C2H6 və oksigen. Alınır karbon qazı və su. Əmsallaşdırsaq bura 2, bura 3, burada 3,5. İndi C2H6-nın mol sayı 2-dir. İndi bunları biz tam ədədi gətirmək üçün hər tərəfi 2-yə vursaq, bu olur 7, bu olur 4, bu da olur 6. C2H6-nın molu 2-dir. Bu zaman neçə mol oksigen alınır? Elə görürük, baxanda tənlikdə 7. Bu olur birincinin cavabı. Reaksiyanın alınan suyun kütləsi 2 mol C2H6-dan 6 mol su alınıb, yəni 6 vur 18, 108 qram su alınacaq. Bu da olur ikincinin cavabı. Sonra 14. Alkanlar, qeyri-polyar kovalent rabitələrin sayı bərabərdir. Birində ikili karbon yoxdur, digərində var. Yəni qeyri-polyar kovalent rabitələrin sayı eynidirsə, demək söhbət eyni bir alkandan gedir. Sadəcə onlar bir-biri ilə izomerdirlər. Demək, rabitənin yaranmasında iştirak edən cəmi 52 elektron var. Alkan üçün CnH2 plus 2. Rabitənin yaranmasında iştirak edən elektron sayı 4n, daha doğrusu 6n plus 2-yə bərabərdir. Yəni sadəcə bizim 2 dənə alkanımız varsa, üzərinə bir dənə də 6n plus 2 gəlirik, bərabər eləyir 52. 12n bərabərdir. 52-dən 4 çıxanda edir 48. N də bərabər olur 4-ə. Demək, alkanlarımız C4H10 formuluna malikdir. Birinin ikili karbonu var, digərinin yoxdur. Bunu elə çəkək ki, bir dəfə ikili karbon atomu olsun. Məsələn, baxın, burada ikili yoxdur. Burada üçlü və birli var. İkili karbonu yoxdursa, bu olur X. Bunu da yazıram. Bunu görürsünüz ki, ikili karbonu var. İkili karbon hardan biri? Əgər karbondan bir karbona 2 xətt çıxırsa, o ikilidir. Görürsünüz, burada bu da ikilidir. Amma burada karbonlardan ya bir xətt çıxıb hərəsindən, ya da ki, birindən 3 xətt çıxıb. Burada birli və üçlü var.
İndi bizdən nə istəyir? Qeyri-polyar kovalent rabitələr sayı qeyri-polyar karbonlar arasında xətlərdir. 1, 2, 3. Burada da yenə 1, 2, 3 dənədir. Yəni A-nın qiyməti 3-ə bərabərdir. X-in beynəlxalq üsulla adına X ikili karbonu olmayandır. Bunu beynəlxalq adı 1, 2, 3. Yəni 2 metil propan olacaq. Sonra 15. Bizə verir pentanın izomerləri. Pentanın izomerlərini yazaq ilk olaraq. Birinci açıq formada yazsaq. Sonra 4 karbon saxlayaq. Daha sonra da əsas zəncirdə 3 karbon saxlayaq. Bilirik ki, şaxə artdıqca qaynama temperaturu azalır. Yəni ən çox T2-dədir. Yəni bunda olacaq. Daha az şaxə sonra bundadır. Daha sonra, yəni birincidən T2-dən sonra T3-də çoxdur. Ən az da T1-dədir. X-i səmərəli üsulla adlandırın. İndi T2 olan Y-dir, T3 olan Z-dir, T1 olan X-dir. X-i deyir səmərəli adlandır. Nömrələnmə ilə 1, 2, 3. 2 səmərəli deyir, yox. Beynəlxalq desə nömrələyərik. Səmərəli deyəndə daha çox şaxə çıxan karbonu seçirik. Ondan çıxan karbon, yəni bunlar CH3-lərdir. Hidrogenlərini düzəltsək. CH3-dən 4 dənədir. 4 dənə olanda deyirik tetrametil, sonda da metan sözü. Tetrametil metan. Bu oldu bunun səmərəli adı. Digəri isə Z molekulunda ikinci karbon atomunun oksidaşma dərəcəsi Z budur. Hidrogenlərini düzəltsək H, H, CH3, H2, H3. Nömrələsək 1, 2, yəni radikalın yaxın tərəfdən nömrələdik. İkinci karbon atomumuz budur. CH. Burada gəlin, burada karbon oksidaşma dərəcəsini tapaq. Karbonu tapacağımız üçün ona X deyir, hidrogen də müsbət 1-dir. Toplayıb 0-a bərabər edirik. X plus 1 bərabərdir 0, X də bərabər olur mənfi 1-ə. Bu da olur ikinci cavab. Daha sonra 16. Propanın yanmasından alınan qazı kütləsi 800 qram olan natrium OH məhlulundan buraxdıqda normal duz alındı. Propanı yandırsaq buradan alınacaq. Karbon sayı qədər karbon qazı alınır. 11,2 litrindən X mol alınır. 22,4 litrindən 3 mol. Buradan da X bərabər olur 1,5. Sonra həmin bu karbon qazı natrium OH-la reaksiya daxil olduqda normal duz alınır. Natrium 2 CO3 və normal duz alınırsa suda ayrıldı. Buradan 2 bura yazsaq düzəlir. 800 qram olan natrium OH məhlulundan. 800 qram natrium OH-ın kütləsidir. Yəni daha doğrusu natrium OH məhlulunun kütləsidir. Çünki o məhlulda su da var. Yəni su ilə bir yerdə natrium OH-ın kütləsidir. İndi biz görək. 1,5 mol CO2 sərf olunduqda neçə qram natrium OH sərf olur? X. Birinə də 2 vur 40. Buradan da 80-i 1,5 vursaq edir 120. Qram natrium OH. Biz tapdıq ki, 800 qram məhlulumuzda 120 qram natrium OH var. İndi bizə deyir, məhlulun faizli qatılığını hesablayın. Yəni 120 böl məhlulun kütləsi vurulsun 100 edəcək 15%. Bu olur birinci. Və alınan duzun mol sayı. 1 mol CO2-dən 1 mol natrium 2 CO3 alınır. 1,5-nə də 1,5 alınacaq. Bu da olur ikinci cavab. Daha sonra 17. Demək, burada reaksiyadan alınıb 2,3 dimetil butan, 2,3 dimetil pentan, Z maddəsinin və 1 molunun yanmasından alınan suyun mol sayını. Əgər 2 dənə halogenli birləşmə reaksiya daxil olursa natriumdan, bu zaman demək, bir dəfə 2,3 dimetil butan alınıbdır. Onların formullarını açıq şəkildə yazaq. 2,3 dimetil. Sonra alınıbdır 2,3 dimetil pentan. 2,3 dimetil pentan. Baxanda görürsünüz ki, baxın bunu ortadan ayırsaq. Bunlar bir-birinin əksidir. Demək, mənim maddələrimdən birinin, yəni X-dən, Y-dən, bunların hər hansısa birinin, yəni bir radikalın budur, R1 yazaq, bir də R2. Sonra baxanda bu radikalların hansını aşağıda görür. Görürsünüz ki, bu hissə buna oxşuyur. Yəni bu təkrar
R1'dir. Bu daha doğrusu hər ikisini R1 yazırıq çünki eynidir. Amma görürsünüz artıq bu hissə fərqlidir. Bu oldu R2. Onda demək mənim birinci bu Z-in yerində olacaqdır da R2'ləri bir-birinə birləşdiririk. Alınır bu. Yəni X-in yerində duracaq R1 olan və yaxud da ki Y-in yerində. Yəni fərqi yoxdur burada. Onu tapırıq ki, X-dən Y-dən biri R1 olan radikaldır, biri də R2 olan radikaldır. İndi biz əsas Z-i tapdıq, budur. Tapdıq. Əsas olaraq Z-i tapdıq. İndi deyir, Z-in 1 molunu yanmasından alınan suyun mol sayı. Neçə karbonumuz var? 1, 2, 3, 4, 8 dənə. Yəni C8, H18'dir. Alkanlar da yanan zaman N+1, yəni karbondan bir çox su alınır. 1 molunu yanmasından alınan suyun mol sayı oldu 9. Z maddəsi molekulunda ikili karbon sayı. Hansı karbondan 2 xətt çıxırsa o ikilidir. Bu karbondan 2 xətt çıxıb, bu karbondan 3 çıxıb, bundan 3 çıxıb, bundan 1 çıxıb, bunlardan da 1 çıxıb, bundan da 1 çıxıb, bundan da 2 dənə çıxıb. Yəni ikili karbon, əgər bir karbondan 2 xətt çıxıbsa o ikilidir. Yəni ikili karbonumuz da olacaq 2 dənə. Sonra 18. 1, 5 dixlor, 2, 4 dimetil sikloheksan. Yox, siklo yox, dimetil heksan. Heksan deyil, 6 dənə karbon düzürəm. 1, sonra nə deyir? Yerinə yazırıq. 1, 5 dixlor, 2 ilə 4-də metilin var. Buna sinklə təsir göstərir. Halogenlərimdən biri 1-ci karbondadır, biri də 5-cidir. 1 ilə 5-dədirsə, demək buradan siklopentan alınır. Sonra artıq burada kənarda qalan metillər də var. Onları da birləşdirməliyim. 2-ci karbona gəlirəm, CH3 birləşdirirəm. Bir də 3-cü karbona CH3 birləşdirdim. İndi deyək ki, maddənin molekulunda üçlü və ikili karbonların sayını hesablayın. Gəlin burada karbonları da yazaq. Baxırıq. Bizdən üçlü və ikilini istəyir. Bu karbondan 2 xətt çıxıb ikilidir. Bundan 1, 2, 3 dənə çıxıb bu üçlüdür. Bu karbondan da 1, 2, 3 dənə çıxıb üçlüdür. Bu karbondan 1, 2 dənə çıxıb ikilidir. Bu karbondan 1, 2 dənə çıxıb ikilidir. Bu karbondan 1 xətt çıxıb birlidir. Bu karbondan da 1 xətt çıxıb birlidir. Yəni üçlülər oldu 2 dənə, 2 dənə üçlü var. 3 dənə də ikili var. Daha sonra 19-cu sual. Alkan və sikloalkan. Hibrid orbitalların sayı birində N, birində N+8, hidrogen atomlarının sayı AB. Demək, alkan CnH2n+2'dir. İndi burada hibridləri N-lə veribdir. Qarışmasın deyə biz bunlara N ştrix yazaq. Sikloalkanda CnH2, buna da N ştrixlə yazaq. Hibrid orbitalların sayı. Alkanlarda bilirik ki, hibrid orbitalların sayı 4N olur. İndi karbonumuz N ştrixlə deyə belə yazırıq. Bərabərdir N-ə. Sikloalkan üçündə eyni qayda üzrə. Amma indi bunları fərqləndirmək üçün birinə M-lə yazaq. Bunları M ilə göstərək. Bir saniyə. Bu olsun CM ştrix. H2M ştrix. Karbonlarda, sikloalkanlarda da bütün karbon atomları sp3'dür. Yəni 4N olur normalda. İndi biz burada karbonları M ştrixlə əşya elədiyimiz üçün 4M ştrix bərabərdir N+8. Sonra gətirib N'in bu qiymətini burada yerinə qoyaq. 4M ştrix bərabərdir. N'in yerinə qoyaq 4N ştrix +8. Hər tərəfi 4'ə bölsək M ştrix minus N'i də keçirdik bu tərəfə. Elə belə qalsın. Hər tərəfi 4'ə bölək +2. Bu qaldı belə. İndi hidrogen atomlarının say fərqi. B-A-nı tapmalıyıq. Sikloalkanın B-A. Sikloalkandakı hidrogenləri B ilə işarə edib, yəni 2M ştrix çıxılsın. Alkandakında 2N ştrix +2 ilə işarə edib. Mötərizəni açaq. 2M ştrix minus 2N ştrix minus 2. Sonra gətir burada. Burada M'in yerinə qoyuruq N ştrix +2 minus 2N ştrix minus 2.
2n' plus 4 minus 2n' minus 2. 2n'-dən 2n' çıxanda 0 qalır. 4-dən də 2 çıxanda 2. Bu oldu ikincinin cavabı. İndi kütlələr fərqini tapırıq. Alkanın kütləsi siklo alkanın kütləsindəndir. Yəni bunu y yazmışıq. Buna x. Siklo alkanınki 14m' çıxılsın. Alkanınki 14n' minus 2. Yəni ötərizəni açanda bu da mənfi olacaq. Yenə m'in yerinə qoyuruq. N plus 2, n' plus 2. Minus 14n' minus 2. Buradan da açanda 14n' plus 28 minus 14n' minus 2. Bunların çıxanda 0 edir. 28-dən 2 çıxanda qalır 26. Bu da olur birincinin cavabı. Sonra 20-ci sual. Propanın monoxlorlu və dixlorlu törəmələrin sayını müəyyən edin. Optik izomeliyi nəzərə almayın. Aha. Monoxlor dedikdə bir dənə xlorlu. Bir dənə xloru buraya yazıram. Yəni izomelləri elə yaratmalıyıq ki, törəmələri elə yaratmalıyıq ki, eyni ad olmaz, fərqli adlar olsun. Bunu oxusaq 1 xlor propan. Sonra xloru gətirib ikinciyə qoyuram. 2 xlor propan olur. Sonra gətirib buraya eləsə, yenə oxuyanda bunu 1 xlor propan deyirik. Çünki halogen hardadırsa oradan başlayırıq. Monoxlorlu törəmələrinin sayı oldu 2 dənə. Bundan çıxdı 2 dənə. İndi dixlorlu, yəni 2 dənə xloru olan. Xlorlarımın hər ikisini birinci karbona yazdım. 1 dixlor. Sonra hər ikisini ikinciyə yazaq. 2 dixlor. Sonra artıq gətirib bura birləşdirsəm, yenə 1 oxuyacağım. Halogen hardadırsa oradan. Bir dəfə xlorun birini bura, birini bura. 1-2 dixlor. Bir də bu formada 1 ilə 3-ə birləşdirək. 1-3 dixlor. Cəmi olur 4 dənə dixlorlu törəmə. Mono 2 dənə, dixlorlu da 4 dənə mümkün olacaq. Sonra 21. Siklopropan və butandan ibarət qaz qarışığı. Siklopropan C3H8, butan C4, siklopropan deyirsə C3H6, butan deyirsə C4H10. Yanması zamanı alınan məhsulların kütləsi, ancaq məhsul deyirsə, yanan zaman bilirik ki, karbonun sayı qədər karbon qazı, karbonun sayı qədər su alınır sikloda. Alkanda da karbonun sayı qədər karbon qazı, karbon sayından bir vahid çox da su alınır. Və biz bura baxanda da görürük ki, bunların biz emirlərini, yəni cəmi kütlələri hesablasaq, görürük ki, təbii ki, karbon qazının kütləsi daha çox olur. Onda qrafikdə də 154 uyğun gələcək CO2-yə, 72 də uyğun gələcək H2O-ya. İndi bizə burada nə deyir? Bu qarışığın yanması zamanı başlanğıc. Aha, yəni mol sayıları fərqlidir. Amma sərf olan oksigenin mol sayda deyir. Ona görə gəlimiz elə əvvələ oksigenləri də yazaq. Bundan C3H6 plus O2. Bu da C4H10 plus O2. Oksigenlərin qarşısına 8-5, 13, 13 2-yə bölsək. 6-5 buraya yazaq. Yəni 1 molla gedək ki, sadə olsun, daha rahat olsun. 4-5 də bura. Buna gəlin x yazaq, buna da y yazaq. Onda hər yerə x, bunun birləşmələrində bütün əmsalların yanına x, burada isə y yazaq. İndi karbon qazının kütləsi burada 3/44, 132x, burada da 4/44. 176y bərabərdir 154-ə. Su üçün də 3/18, 54x buradadır. 5/18, 90 y də buradadır. Bu da bərabər olur 72. Gəlin burada hər tərəfi 90-a bölsək, buradan y bərabərdir 72/90. 0.8 çıxılsın. 54-ü də 90-a bölsək, edəcək 0.6x. Y-in bu qiymətini gətirib yerinə yazırıq. 132x üstə gəl, 176 vurulsun. 0.8 minus 0.6x bərabər 154. Buradan da x bərabər olur 0.5-ə. Onda y nəyə bərabər olacaq? Burada yerinə qoyub tapırıq.
0 onda 5'ə də bərabər olur y. İndi bizə nə deyir? Başlanğıc qaz qarşısında siklopropanın qramla miqdarı. Siklopropanımız C3H6 x mol idi. Yəni 0,5 mol C3H6 var. Onun kütləsini tapanda 0,5 10 ml-nə vururam. 42. Bu da bərabər olacaq 21. Bu olur birincinin cavabı və sərf olunan oksigenin mol sayı. 4,5 x buradadır. Yəni 4,5 x yenə 0,5 qoydum. Üstəgə 6,5 y də buradadır. Y-in də yenə 0,5 qoyduq. Bu da bərabər olacaq 5,5. Yəni ikincinin cavabı. Və ən son 22-ci sual. Alkanın 2 molunun tam yanmasına 25 mol oksigen sərf olunur. Alkan yanan zaman 3N plus 1/2 sayda oksigen sərf olunur. Demək, 2 molunun yanmasına 25 mol oksigen sərf olunursa, 1 moluna nə qədərdir? 3N plus 1/2. Buradan N bərabər olur 8-ə. Yəni, yerinə yazsaq C8H16 olur. 18 olur. İndi bizdən nələri istəyir? Polyar kovalent rabitələrin sayı. Alkanlarda bilirik ki, hidrogenlərin sayı qədər olur polyar kovalent rabitə. Yəni 18. Bu olur birincinin cavabı. sp3 hibrid orbitalları sayı. Alkanlarda bütün karbon atomları sp3'dür. Yəni 8-i vururuq sp3-də 4 dənədirsə, 8-ində də 8 vururuq 4-ə. 32 olacaq hibrid orbitalların sayı. Bu da ikincinin cavabı.